İndi elə bir dövrdə yaşayırıq ki, sanki sosial şəbəkə uşaqları yetişdirir, valideynlər yox. Valideynlər artıq uşaqları ilə zaman keçirmirlər. O oyunlardan bu qədər istifadə etməklərinin də səbəbi uşaqlarda yeniyetmələrdə olan depressiya və təşvişdir. Əslində uşaq nədənsə qaçıb və o oyuna sığınır. O oyunla özünü sakitləşdirir. Hətta o oyunda yemək yeyən uşaqlar var ki, valideynlər şikayət edir ki, o oyunda yeməyi yediyi zaman elə bilir ki, həqiqətən yeyib və saatlarca ac qalır uşaq. Orada mənim dostlarım var, əyləncəm var. Hətta həmin insanları öldürərək, bal qazanaraq oyunda özləri üçün müəyyən bir gəlir əldə edirlər. Və təəssüf ki, bu gedərək çox təhlükəli bir yerə gəlib çıxır. Dinlədikləri musiqilər, hər birinin təsiri var. Hərəkətləri ilə, danışıq tərzi ilə, davranışları ilə bilinir ki, bu aqressiv uşaqdır. Amma bəzən aqressiyası impulsiv deyil, tam əksi pasiv aqressivdir. Bu daha qorxuncdur. Bəzən özünü xəstəliklər formasında göstərir, bəzən də bir hadisə ilə, bir ağır situasiya ilə. Sadəcə dinləmək belə o aqressiyanı bir xeyli yatışdırır və səbəb olur ki, uşaq sakitləşsin. Yəni bəzən sadəcə dinləməyimiz və səni anlayıram deməyimiz, səni başa düşürəm, indi özünü yaxşı hiss eləmirsən, sadəcə bu cümlələrdən istifadə eləməyimiz bir xeyli uşaqda aqressiyanı azalda bilər. Əslində aqressiv uşaq yoxdur. Sevgisiz qalan, anlaşılmayan, yüklərin altında əzilən və çıxış yolunu ekrandakı saxta qəhrəmanlarda axtaran uşaqlar var.